Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita Fəsil 12 Mətn 1. Xoş gördük Bhagavad Gita'nın dəyərli dinləyiciləri. Bizim Bhagavad Gita seminar mühazirəmizdə deməli biz Bhagavad Gita'nın mərkəzi lab deyək ki fəslindəyik. Bu sədaqətli xidmət blokunun sonuncu fəslidir və eləcə də adlanır sədaqətli xidmət. Bu fəslin adı sədaqətli xidmətdir, 12-ci fəsil. Sanskrit dilində isə Bhakti Yoga. Bhakti Yoga fəsli sədaqətli, sadiqlik yolu, Bhakti Yoga, sədaqətli xidmət. Bu 6 fəslin sonuncusudur. Bundan sonra başlayacaq başqa blok, Gyana Yoga bloku. Yəni bilik fəsilləri, 6 fəsil. Ruhi bilik, transendental bilik. Bu isə 7, 8, 9, 10, 11, 12-ci fəsil. Bunlar Bhakti Yoga fəsli idi. Sədaqətli xidmətdən bəhs eləyirdim. Bhagavad Gita'nın orta 6 fəslidir. Ortadakı 6 fəsli. Sədaqətli xidmət fəsli cəmisi 20 mətndən ibarətdir. Bu 20 mətndə deyək ki, bizim fəlsəfi söhbətlərimizin nəyi olacaq? Cövhəri olacaqdır. Cövhəri, nektarı. İndi biz sədaqətli xidmət fəslinə sonuncu yekun fəsildir. Bu 6 fəslin yekun fəslidir. Yəni bu fəsillə 12-ci fəsillə 7, 8, 9, 10, 11 fəsillərinə yekun vurulacaq. Söhbət eləyəcək ki, bax bu 5 fəsildə söhbət nədən gedirdi sözün əsl mənasında. Burada Krishna elə ki, cövhərini Arjunaya danışacaqdır. Sədaqətli xidmət nə olan şeydir? Bhakti Yoga prosesi. Bhakti Yoga bütün yoga sisteminin adıdır. Bütün yoga sisteminin adı Bhakti Yogadır. Necə ki, Bhagavad Gita'nın 18 fəslinin hərəsinin bir adı var. Hamısı da yoga ilə bitir. Hamısı da hər fəsil bir yoganı təmsil eləyir. Amma bütöv kitabın adı Bhagavad Gita'dır. Eləcə də yoganın çoxlu növləri var. Karma yoga, Gyana yoga, Raja yoga, Ashtanga yoga, Hatha yoga və s. yoganın növləri var. Və bütün bunların hamısı bir dənə ümumi Bhakti Yoga kursunun, Bhakti Yoga nəyinin adlarıdır. Fəsilləri deyək. Amma əslində bunların hamısı bir dənə yogaya çağırır. Bu da Bhakti Yogadır. Biz də onu indi burada, biz bunların hamısını burada bu fəsildə açıqlayacağıq. Niyə görə məhz bu belədir? Bu, kimlər üçün ki, bu belə deyil? Məsələn, Bhakti Yoga ilə məşğul olanlar var ki, üzr istəyirəm, Hatha Yoga ilə məşğul olanlar var ki, onların fəlsəfəsində baxsın. Onlar hər şeyi gətirib çıxardırlar Hatha Yoganın üstünə, bağlayırlar Hatha Yoga ilə. Raja Yoga ilə məşğul olanlar var ki, onlar hər şeyi gətirib bağlayırlar Raja Yoga ilə. Deyək ki, hər kəs təbii olaraq hansı yoga ilə məşğul olur, hər şeyi gətirib bağlayır, sonunu onunla. İndi bizdə də deyərlər ki, kim Bhakti Yoga ilə məşğuldur, hər şeyi gətirib Bhakti Yoga ilə bağlayır. Necə ki, kim, biraz kobud desək ki, kim hansı dinə mənsubsa öz dininin hamısından əsas götürür. Bizim dinimiz hər şey əsasdır. Hinduslar deyir, bizim dinimiz əsasdır. Xristiyanlar deyir, bizim dinimiz əsasdır. Müsəlmanlar deyir, bizim dinimiz ümumiyyətlə sonuncudur və s. Belə olmasın deyənə biz məntiq ilə söhbət edirik də. Məntiq var. Biz məntiqlə söhbət eləyəcəyik. Bütün bu fəsil boyu biz görəsiniz ki, bütün bu dırnaq arası müxtəlifliklərin hamısı
nisbi söhbətlərdir. Bir dənə mütləq həqiqət vardır. Bir dənə mütləq həqiqət təkdir. Allah təkdir, yəni mütləq həqiqət təkdir. Onun ifadə vasitələri, onun ənənələri, onun terminləri, onun dili, onun coğrafiyası müxtəlif ola bilər. Bunların hamısı onu müxtəlif eləmir. Çünki mütləq həqiqət bütün rəngarənglərin, bütün müxtəliflərin fövqündə durur. O bütün bu müxtəlifliklər, bu nisbiliklər hamısı maddiyyata aiddir. Bunların hamısı elə maddi deməkdir. Amma mütləq həqiqət sırf transendentaldır. Materiya ilə heç bir əlaqəsi yoxdur. Materiya deyilən şeyin fövqündə durur. Bildinizmi? Yəni mütləq həqiqət elə bir həqiqətdir ki, onun daxilində bütün üzr istəyirəm, qarşı durmalar, bütün təksib edənlər, bütün əksliklər, bunlar hamısı öz həllini tapırlar, həll olurlar onun içində. Mütləq həqiqət belədir. Mütləq həqiqətdə nisbi söhbət ola bilməz. Mütləq həqiqətdə zaman, məkan, yer fərqləri, nə bilim, terminologiya fərqləri və ya digər fərqlər yoxdur. Mütləq həqiqətin tərkibində rəngarənglik var. Rəngarənglik və onun harmoniyası. Eləcə də Bhakti yoga bütün özünü dərk eləmə sistemləri, bütün özünü dərk eləmə metodları, bütün fəlsəfi doktrinalar, bütün bunların hamısı Bhakti yoganın daxilində öz həllini tapır və öz harmoniyasını tapır. Bhakti yoga bütün yoga sistemləri rəngarəngliyin harmoniyası deməkdir. Və burada Bhakti yoga ümumiyyətlə yoga anlayışının ən uca zirvəsinin, ən son sözünü deyir. Və biz bunu bu 20 mətndə bunun hamısını çıxaracağıq Tanrı mərhəməti sayəsində, Ustadın mərhəməti sayəsində. İndi sədaqətli xidmət, biz bu barədə indiyə qədər də dönə-dönə danışmışıq, bunu xatırlamışıq, bundan fikir söyləmişik, demişik, analiz eləmişik. İndi bu fəsildə də bu 20 mətn ərzində də bütün bunlara elə bir ki, son olaraq necə deyirlər, ən dərin izahlarını açıqlamaya çalışacağıq. Sədaqətli xidmət. Bu fəslin birinci mətnini oxuyacağım. İndi sanskrit dilində sorduğun izahı Bhaktivedanta Swami Srila Prabhupada tərəfindən verilmiş. Bu fəsil başlayır Arjuna'nın fikri ilə. Arjuna öz fikrini deyir. Sual verir. Daha doğrusu Arjuna'nın sualı ilə başlayır. Arjuna Krishna'nı dinlədiyi 11-ci fəsil kainat forması Krishna özünün Allahlığını göstərdi. Və sonuncu olaraq dedi ki, kainat forması fəslinin Allahlıq, Krishna'nın Allahlığını nümayiş etdirməyin sonuncu belə beyti vardı. Əzizim Arjuna, özünü mənə saf sədaqətlə xidmətə həsr edən, həzgüdən fəaliyyət və mücərrəd mühakimələrin çirkabından azad olan 2, mənim üçün çalışan 3, mənim həyatın ən yüksək məqsədi bilən 4 və hər bir canlı məxluqun dostu olan şəxs hökmən mənim yanıma gəlir. Birinci nədir? Özünü mənə saf sədaqətlə xidmət həsr edən. Bu, Krishna'nın kainat forması fəslində son dediyiydi. İndi bunun ardınca deyil. Arjuna vaca evam satata yuktaye bhaktastvam paryupasyati yechap aksharam avyaktam teşam ke yoga vittamaha. Beytin Azərbaycanlı tərcüməsi. Arjuna soruşdu, sənə həmişə lazımı sürətdə sədaqətlə xidmət edənlərmi daha kamil hesab edilirlər, yoxsa təzahür etməmiş şəxsiz Brahmana sitayiş edənlər? Arjuna soruşdu bu sualı. Sənə həmişə lazımı sürətdə,
lazımi şəkildə sədaqətlə xidmət edənlərmi daha kamil hesab edilirlər, yoxsa təzahür etməmiş şəxssiz Brahmana sitayiş edənlər? Bhaktivedanta Swami Prabhupadanın hazırki beytə izahı. Krishna artıq özünün şəxssiz və kainat aspektlərini izah etmiş, həm də hər cür fədai və yogi növlərini təsvir etmişdir. Adətən transcendentalistləri iki sinifə bölürlər: impersonalistlər və personalistlər. Personalist fədailər var qüvvələri ilə uca Tanrıya xidmət edirlər. İmpersonalistlər isə Krishna bilavasitə xidmətlə deyil, təzahür etməmiş şəxssiz Brahmana meditasiya etməklə məşğuldurlar. Bu fəsildə biz mütləq həqiqətin dərk edilməsinə aparan müxtəlif proseslərdən bhakti yoganın, yəni sədaqətli xidmətin ən yüksək yol olduğunu öyrənəcəyik. Allah ali şəxslə ünsiyyətdə olmaq istəyən şəxs sədaqətli xidmət prosesini qəbul etməlidir. Uca Tanrıya sədaqətli xidmət vasitəsilə sitayiş edənləri personalist adlandırırlar. Şəxssiz Brahmana meditasiya edənlərə isə impersonalistlər deyilir. Arjuna burada hansı mövqeyin daha üstün olduğunu soruşur. Mütləq həqiqəti dərk etmək üçün müxtəlif yollar vardır. Lakin Krishna bu fəsildə bhakti yoganın yaxud Tanrıya sədaqətli xidmətin onların hamısından üstün olduğunu göstərir. Bu yol Tanrı ilə bilavasitə ünsiyyət saxlamaq üçün ən asan üsuldur. Bhagavad Gita'nın 2-ci fəslində Tanrı canlı varlıqları maddi bədən deyil, ruhi qığılcım olduqlarını izah etmişdir. Mütləq həqiqət isə ruhi tamdır. 7-ci fəsildə o, canlı varlığın ali tamın ayrılmaz hissəci olduğunu bildirir və diqqətin bütünlüklə tama yönəldilməsini məsləhət görür. Sonra 8-ci fəsildə yenidən deyilir ki, bədənini tərk edərkən Krishna barədə düşünən adam dərhal ruhi səmaya Krishnanın məskəninə çatır. 6-cı fəslin sonunda isə Tanrı aydın şəkildə deyir ki, həmişə Krishnanı düşünən yogi hamıdan kamil hesab edilir. Beləliklə, hər fəslin sonunda belə nəticə çıxarılır ki, ruhi gerçəkləşmənin ən yüksək forması olduğu üçün Krishnanın şəxsiyyət formasına bağlanmaq lazımdır. Bununla belə bəzilərini Krishnanın şəxsiyyət forması cəlb etmir. Onlar Tanrıya o qədər etinasızdırlar ki, hətta Bhagavad Gita şərhlər yazanda da adamları Krishnadan yayındırmağa və şəxssiz Brahmaciyətə yönəltməyə çalışırlar. Onlar mütləq həqiqətin hisslərlə qavranılmayan, təzahür etməmiş şəxssiz formasına meditasiyanı daha üstün tuturlar. Beləliklə, iki sinif transcendentalistlər mövcuddur. İndi isə Arjuna proseslərdən hansının daha asan olduğunu və transcendentalistlərdən hansının daha kamil olduğunu bilmək istəyir. Başqa sözlə, onu Krishnanın şəxsiyyət forması cəlb etdiyinə görə o mövqeyini aydınlaşdırmaq istəyir. Onu şəxssiz Brahman cəlb etmirdi. O öz mövqeyinin düzgünlüyünə əmin olmaq istəyirdi. Uca Tanrının həm maddi, həm də ruhi dünyadakı şəxssiz təzahürünü müşahidə etmək çox çətindir. Uca Tanrının həm maddi, həm də ruhi dünyadakı şəxssiz təzahürünü müşahidə etmək çox çətindir. Əslində, mütləq həqiqətin şəxssiz aspektini bütünlüklə dərk etmək mümkün deyil. Əslində, mütləq həqiqətin şəxssiz aspektini bütünlüklə dərk etmək mümkün deyil. Buna görə də Arjuna demək istəyir ki, belə boş yerə vaxt sərf etməyə nə faydası var? 11-ci fəsildə Arjuna əməli surətdə əmin oldu ki, Krishnanın şəxsiyyət formasına bağlı olmaq daha yaxşıdır. Çünki bu halda insan eyni zamanda bütün başqa formaları da dərk edə bilir və heç nə onun Krishnaya məhəbbətinə maneçilik törətmir. Arjuna'nın Krishnaya verdiyi bu vacib sual mütləq həqiqətin şəxssiz və şəxsiyyət aspektləri arasındakı fərqi üzə çıxarır. Bu, Şrila Prabhupadanın 12-ci fəslin 1-ci mətninə verdiyi izah idi. 2-ci mətndə, bunun arxasıca həmən dəqiqə 2-ci mətndən Krishna Arjuna öz cavablarını verəcəkdir və daha 7, 8, 9 fəsil mətnlərin hamısı Krishnanın cavablarıdır. Hamısı. Demək olar ki, bütün bu fəsil
Sədaqətli xidmət fəsli, 12-ci fəsil. Bax, Arjunla bu qoyduğu suala verilən cavabdır. Krishna 19 mətnin 19-unda Krishna Arjuna'nın sualına cavab verir. Bu olduqca ciddi sualdır. Bu olduqca ciddi sualdır. Çünki Krishna'dan Arjuna soruşur ki, sənə sədaqətli xidmət üstündür, yoxsa təzahür etməmiş Brahmana sitayiş etmək? Hansı daha kamil yoldur? Burada Şrila Prabhupada dayanır bu məsələnin üstündə. Əvvəldən elə deyir ki, transcendentalistlər iki cürdür. Biri impersonalistlər adlanır, biri personalistlər adlanır. Birinci gəlin görəyin, elə belə mən istəyirəm bunu xatırladaq, bilənlərə də xatırladaq, bilməyənlərə də izah eləyək. Transcendentalist deyəndə nə nəzərdə tutulur? Transcendentalist kimdir? Deyəndə ki, transcendentalistlər iki cür olur. Transcendentalistlər bu materialistlərə əks olan nədir, anlayışdır. Materialistlər var, bir də transcendentalistlər var. Yəni, ümumiyyətlə fəlsəfədə belə bir nisbi bir şey qoyurlar ortalığa. Yəni, deyirlər, materiya ilə ruh anlayışını. Bu da nisbidir əslində. Materiya ilə ruh, kimlər ki, ali təhsil alırlar, ümumiyyətlə məktəbdə, ali təhsildə, bu məsələlərlə tanışdılar ki, bunlar tanış dörsə izah edirik. Materiya, ruh var. Biz həmişə deyirik, bizim bir bədənimiz var. Ət, sümük, qan, sidik, nəzs birləşməsindən ibarətdir. Yəni, od, su, hava, torpaq, efirin birləşməsidir. Bir də bizim Satçit Ananda, əbədiyyət, bilik, həzdən ibarət ruhi təbiətimiz var. Bunların ikisi bir-birinə zidd olan təbiətlərdir. Hər ikisi baxmayaraq ki, Allaha məxsusdur bizim ruhi can adlı şəxsiyyətimizdə, fiziki bədənimizdə, hamısı son nəticədə Tanrıya məxsusdur. Amma bunlar biri Tanrının illüzor enerjisinin fəaliyyətidir. Bizim cismimiz, fiziki bədən, maddiyyat deyilən şey Allahın illüzor enerjisinin təzahürüdür. Bu da, o da özünün nə ilə sübut olunur, onun illüzorluğu, onun üzərində Allahın, Tanrının, Şri Krishnanın zaman adlı enerjisinin hökmü, hakimiyyəti ilə. O ki, zaman adlı enerjinin hökmü və hakimiyyəti var, o şeyin ki, üstündə o deməkdir ki, o illüzordur. O müvəqqətidir. Müvəqqəti illüzor deməkdir. Tanrının enerjisi kimin? Realdır. Həqiqidir, müvəqqət, illüzor deyil. Maddi enerjidə Tanrı enerjisi kimin? Realdır. Amma onun təbiəti ki, o vyakta, avyakta sanskritində deyir, o təzahür edir və təzahür edilməmiş hala keçir. O onun illüzorluğunu təmin edir ki, bu müvəqqəti. Bir şeyi insana müvəqqəti verirsən, sonra əlindən alasan. Və bu müvəqqətilik maddi enerjinin təzahür edib, təzahür edən olmayan hala keçməsi bunu illüzorluğunu təmin edir. Bildinizmi? Bu mənada bizim maddi bədənimiz bax belə illüzor enerjiyə aiddir, müvəqqətidir. Amma ruhi can adlı bizim şəxsiyyətimiz o əbədidir. O heç vaxt yaradılmayıb, heç vaxt məhv olmur, heç vaxt yox olmur, yoxa çıxmır, həmişə vardır. Həm də azmış ki, o vardır, həm də o fərdidir. Fərdi şəxsiyyətdir. Bizim ruhi can adlı şəxsiyyətimiz həm də fərdidir. Yəni, təkrar olunmazdır. Fərdilik bu deməkdir. Təkrar olunmazdır. Hər bir can təkrar olunmazdır. Buna sübut onun hətta bu dünyada maddi aldığı formalar belə təkrar olunmaz olur. Bir dənə eyni tamamilə özünə bənzər insan, həşərat, quş, bitki tapa bilməzsiniz. Hamısı bir növün daxilində belə. Hamısı fərqlidir. Bir ağacın deyilir, iki yarpağı bir-birinə bənzəmir. Bax, indi beləcə də materialistlər materiyanı öyrənməyə çalışanlardır. Tanrının bax, bu iki dənə enerjisindən ancaq materiyanı öyrənməyə çalışırlar və onlar həqiqəti də elə bu axtarırlar. Materiyadan.
həyatda lazım olanlara həqiqəti də bu materiyada axtarırlar. Materiyanın öyrənməklə. Amma onlar son nəticədə etiraf edirlər ki, bu materiyadan yuxarıda bir materiya var. Onun da adını qoyurlar antimateriya. Yenə də materiya deyirlər. Ancaq antimateriya adı altında deyirlər. Antimateriya. Və yaxud da ki, fizika var, fiziki bədənimiz var, fiziki dünya var. Ona deyirlər metafizika. Yəni, qorxurlar ki, ona desinlər ruhi dünya, ruhi aləm. Ancaq saxlayırlar, o materializmi saxlayırlar. Necə ki, impersonalistlər hər şeyi Allahın şəxsiz aspekti ilə bağlayırlar. Deyirlər ki, son nəticədə bu Allah deyilən bu şəxsiz bir sferadır. Və oradan o istədiyi formada təzahür eləyə bilir, istədiyi rəngərənglikdə, sonra bir də təzədən qayıdır, gedir, olur yenə şəxsiz. O şəxsizlik təzahürlətdirir hər şeyi, sonra bir də təzədən yenə şəxsiz aspektinə keçir. Yoxluğa gedir, boşluğa gedir. Bildiniz nətər? Nura qərq olur hər şey. Nurdan doğur, nura qərq olur. Burada Arjuna'nın sualı da elə odur. Ona görə transendentalistlər deyəndə isə nəzərdə tutulur ki, transendentalistlər materiyanın əksinə, materiyanın təsiri altında olmayan, materiya, maddi enerjiyə tabi olmayan, əksinə maddi enerjini, maddiyatı öz üzərində saxlayan, maddiyatın tam strukturuna nüfuz edən enerji deyirlər. Materialistlər onun adını qoyurlar enerji. Bax o, yəni maddiyatın o müvəqqətiliyinə, yəni onun zaman hökmü altında təzahür eləyib, bir müddət qalıb sonra təzahür edilməmiş hala keçməsinə tabi olmayan bir təbiət var. Bildinizmi? Bir təbiət var. O təbiət yaradılmır, saxlanılmır, dağıdılmır. O həmişə vardı. Əbədi olaraq vardı. Bu da ruhi təbiətdir. Ruhi təbiət budur. Ruhi təbiətdir. Və o ruhi təbiət rəngərənglikdən məhrum deyil. O ruhi təbiət formadan, fəaliyyətdən məhrum deyil. O ruhi təbiət həzdən, xoşbəxtlikdən, əyləncədən, bütün maddi dünyada gördüklərimizin nə varsa hamısının ən yüksək təzahürlərindən məhrum deyil. Ən yüksək təzahürləri ruhi təbiətdədir ki, onlar maddiyyatda bu və ya digər şəkildə müvəqqəti olaraq təzahür edirlər. Bax, o ruhi təbiəti, o dərk olunmaz təbiəti, beynin gücü çatmadığı təbiəti dərk etməklə məşğul olanlara deyirlər transendentalistlər. Transendentalistlər o insanlara deyir ki, onlar çalışırlar gözə görünməz, dərk olunmaz, necə deyirlər, maddi mövcudiyyatın heç bir imkanının çatmadığı bir sferanı, təbiətin dərk olunmasına deyirlər transendentalistlər. Transendentalistlər bunlardılar. Ki, bizim hisslərimizin, ağlımızın, dərrakəmizin gücü çatmır ona nüfuz eləmək, ora, onu başa düşmək, onun haqqında fikir söyləmək qeyri-mümkündür. Bunun üçün də xüsusi sistem var, öyrənmə sistemi var ki, məhz o, bu transendental biliyi öyrənməyə imkan verir. O sistemin adına da deyirlər yoga sistemi. Yoga sistemi məhz o sistemdir ki, o həm nəzəri, həm də praktiki olaraq təqdim edir həmən bax bu transendental təbiəti, transendental aləmi. Dinlər də bizim sonuncu 6000 ildə, 5000 ildə gəlib tanıdığımız dinlər də, peyğəmbərlər, imamlar da, bunlar da, onların da fəaliyyətlərində, danışdıqlarında, çatdırmaq istədiklərində, əməllərində, fikirlərində qeyri-müəyyən, qeyri-adi, möcüzəvi və s. bütün bu təzahür elətdirdiklərin hamısı həmən o transendental aləmin təbiətidir. Həmən orada da söhbət həmən. Məsələn, cürbəcür peyğəmbərlər, cürbəcür imamlar,
möminlər, müqəddəslər bunlar cürbəcür qeyri-adi şəxsiyyətlər olublar, qeyri-adi fikirlər söyləyiblər, qeyri-adi möcüzələr göstəriblər və s. da. Bütün bunların hamısı həmən bu kateqoriyaya gedir, transendentalistlər kateqoriyasına. Çünki onlar həmən o təbiətdən bu və ya digər miqdarda cüzi olmuş olsa nələrsə təzahür etdirirlər və bu maddiyyətə qərq olmuş, maddi enerjinin təsiri altında kölə vəziyyətində qalmış insanların hamısını təəccübləndirib həmişə, tarix boyu. Söhbət həmən transendental aləmdə. Bax, o aləmə deyirlər transendental aləm, zamanın və illüzor enerjinin təsiri altında olmayan, əksinə zamanla maddi enerjinin ön təsir altında saxlayan təbiət var ki, o təbiətə deyirlər transendental aləm. O aləm haqqında olan bütün məlumatların hamısını deyirlər transendental bilik, transendental elm və onun bizim fiziki bədənimizin gücü çatmadığı üzün olduğundan o bu aləmdən bilik ötürülür, aşağı ötürülür, ötürülməklə həyata keçirilir bilik. Ona görə də peyğəmbərlər də, müqəddəslər də onlara deyirlər vəhiylə alanlar, vəhiylə gəlmək, vəhy məsələsi. Bu həmən o transendental biliyin ötürülmə metodologiyasıdır, mexanizmidir. Və o necə ötürülür? O ötürülür ali ruhdan adi ruha. Ali ruhdan adi ruha. Ali ruh bu transendental dünyanın nədir? Səbəbkarıdır, mənbəyidir. Adi ruh isə onun hissəcikləri, zərrəcikləridir, bir də bizlərik. Onlar təbiət etibarilə eynidirlər tamamilə. Necə ki, dəniz suyun bir damcısı təbiət etibarilə, tərkib etibarilə, keyfiyyət etibarilə dənizlə eynidir. Ya qızılın 1 qramı 1 ton qızılla təbiət etibarilə, keyfiyyət etibarilə eynidir. Eləcə də biz ruhi canlı varlıqlar ali mütləq həqiqətin təbiəti ilə eyni təbiətə malikik. Eyni, keyfiyyətcə eyniyiz tamamilə. Amma kəmiyyətcə damcı ilə okeanın fərqi qədər bizim də fərqimiz var. Damcı keyfiyyətcə okeanla eyni olsa da, damcı okean işini görə bilməz. Okeanın miqdar etibarına gələndə okean hara, damcı hara? Ya 1 qram qızıl hara, qızıl yatağı hara? Bir var qızıl yatağı, neçə 1000 tonla deyək ki. Bir də 1 qram qızıl. Bizlə Allahın fərqi bundadır. Bizlə Yaradanın, bizlə Krişnanın fərqi bundadır. Krişna qızıl yatağıdırsa biz oradan 1 qramıq. Ona görə də eyni təbiətli olduğumuza görə Həzrət Əli əleyhissalam deyir ki, özünü tanıyan Allahı tanıyır. Bu mənada. Çünki biz ondan eyni təbiətliyik. O görə də damcının tərkibini okeanda öyrənməklə, damcının tərkibini laboratoriyada öyrənməklə kimyəvi tərkibini, bütün okean suyu haqqında fikir yürütmək olar. Dənizin suyu haqqında fikir yürütmək olar. Bir damcısını öyrənməklə. Amma okeanda olan rəngarəhlik, müxtəliflik, həyat filan bir dənə damcıda yoxdur. Beləcə də bir nəfər bir dənə ruhi canı öyrənməklə, keyfiyyət etibarı ilə Tanrı, Allah ali şəxsi dərk eləmək olur, başa düşmək olur. Bax, beləcə də bu transendental yolun insanları çalışırlar həqiqəti, mütləq həqiqəti dərk eləməyə. Bax, bu yolla. Yəni, onun xırda təzahürlərini öyrənməklə, kiçicik öyrənməklə, onun özünü öyrənməyə çalışırlar. Bu da mümkündür. Bunu həm Allah özü deyir, Tanrı Şri Krishna, Allah Ali şəxs özü deyir, bütün Bhagavad Gita boyu, peyğəmbərlər bunu deyiblər, bütün dahilər, müqəddəslər bunu deyiblər. Bu belədir və bunu bu cür öyrənib, uğur qazanıb, müvəffəqiyyət qazananlar saysız hesabsız miqdardadır. Amma burada bir dənə əmma var. Bu əmma nəyin başındadır? Biz elə bil ki, sədaqətli xidmətdən, fəslin adı sədaqətli xidmət olduğunu görə biz sədaqətli xidmətə giriş verməyə mən çalışıram. Giriş, sədaqətli xidmətə giriş. Sədaqətli xidmət anlayışına giriş. Ki, nədir bu? Sədaqətli xidmət deyəndə nə nəzərdə tutulur? Mən o girişi sizə izah edirəm.
Buna görə də deməli həmin bu iki təbiət nisbi olaraq bunlara deyirlər. Maddi materializm, içində deyirlər, idealizm, fəlsəfədə belə deyirlər. Materializm, idealizm. Ruhi materiya, ruh və materiya. Burada isə buna deyirlər transcendentalistlər və materialistlər. Transcendentalistlər və materialistlər yoqada deyirlər. Ona görə burada bir dənə əmma ortalığa çıxır. Bu da Bhaktivedanta Swami Prabhupada deyir ki, bu son deyək ki, 1000 ilin deyək ki, təzahürüdür maksimum. Əvvəlki dövrlərdə bu təhlükə yox idi. Bu məsələ yox idi. Demək olar ki, bu dəmir dövrünün təzahürüdür. Kali Yugan. Nə deyir ki, bu öyrənmədə iki kateqoriya insan ortalığa çıxır. Yəni hissəciyi öyrənməklə tam haqqında fikir yürütmək. Yəni qızılın 1 qramını öyrənməklə onun qızıl yatağı haqqında fikir söyləmək. Və ya okean bir damcısını öyrənməklə bütün okean haqqında fikir söyləmək. İki kateqoriya olur. Bunların biri, indi mən bunu çox elə şəkildə deyəcəm ki, siz başa düşəsiniz. Bunların biri deyir ki, okeandan bir damcı suyu götürdüm, öyrəndimsə, okean nə də bu deməkdir, vəssalam, bu su. Bundan başqa bir şey deyil. Demək, okean budur, vəssalam. Nə? Su. Su boşluğu, düzdür? Düzdür? Amma ikinci və yaxud da ki, qızılı 1 qramını öyrənir, deyirlər, qızılı bu deməkdir, vəssalam. Məsəl üçün, okeanda yaşayan balığın, okeanda yaşayan, nə qədər okeanda canlı varlıq var? Biz insandan çoxdur. Həm rəngərəngli cəhətdə insandan çoxdur, həm də say cəhətdə insanlardan çoxdur. Suyun içində, okeanda yaşayan. Okeanda yaşayan bitkini, həşəratı, balığı və s. Akulanı və s. Bunu belə adamın qabağına qoyanda o adam mücizə qalsın. Deyirsin ki, yox ola bilməz. Okean sudan başqa bir şey deyir. Deyirsən, yox, okean ancaq səthi, yuxarısından yaxınlaşsan, su götürüb oradan analiz edib deyirsənsə, təbii. Amma sən okeanın dərinliyinə getsən, görəsən ki, okean sadəcə laq su demək deyir. Oranın öz dünyası var və həmən o təbiətə uyğun canlıları, bədənləri olan canlı varlıqlar yaşayırlar. Orada bütöv bir aləm, rəngarəng və bir dünya var. O da deyir, yox, okean ancaq bu sudan başqa bir şey deyir. Təsəvvürə gətirin. Bir kateqoriya deyir ki, okean elə sudan başqa bir şey deyir. Mən bu deyir, götürdüm bir damcı, laboratorda öyrəndim, sübut elədim ki, okean bu sudan başqa şey deyir. Tərkibi də budur. Amma o birisi kateqoriya deyir ki, bəli, bu belədir. Okean sudur və tərkibi də olur, sən düz demirsən. Amma bununla məsələ bitmir. Okean deyəndə. Onun okeanın dərinliyinə gedəndə sən görəsən ki, həmən bu tərkibə, bu suyu uyğunlaşmış, uyğun olan formaya, adlara malik, cürbəcür rəngarəng dünya var orada. Orada canlı varlıqlar var, yaşayırlar, olan həyatı var orada. Onlar orada yaşayırlar, onların həyatı var orada. Ömür sürürlər. Cürbəcür nəsə məşğuldurlar, nəsə edirlər, bala törədirlər, nəsil törədirlər, artırlar. Okean dibini çəkib göstərsələr, görəcəyik biz orada nələr var. Düzdürmü? Bu ikinci kateqoriyadır. Və birinci kateqoriyada deyirlər impersonalistlər, ikinci kateqoriyada deyirlər personalistlər. Yəni ki, onlar ki, iddia edir ki, okean sudan başqa bir şey deyildi. Mən gördüm, götürdüm, analiz elədim, tərkibi də budur. Amma bunlara deyirlər impersonalistlər. Ne üçün onlar ancaq səthi, yəni okean ancaq səthi yanaşsan, ancaq yuxarıdakı suyu görəsən. Yuxarı sudur. Əsas o rəngarəng canlı varlıqların hamısı onun dibinə, dərinliyinə getmək lazım ki, onlar orada görəsən. Dərinə getmək lazımdır. Eləcə də məsəl üçün qızılın yatağından 1 qram qızılı götürsün. Düzdürmü? Tərkibini analiz eləsin, kimyəvi tərkibini desin ki, qızıl başa düşdü, budur. Kimyəvi tərkibi qızılın budur. Mən də bu saat yadımdan çıxıbdı. Qızılın kimyəvi tərkibi. Qızılın kimyəvi tərkibi budur. Tınkdım, yazdı, laboratoriyada analiz edib, düz deyir əslində.
Və qızıl bundan başqa bir şeydir. Yox, bunun qabağına gətirib tökürlər, qızıldan düzəldilmiş küllü miqdarda müxtəlif əşyaları, üzüklər, sırqalar, qolbaqlar, boyunbağlar, nə bilim cürbəcür alətlər, qablar, qızıldan çox şey düzəltmirlər da, düzəldilib, tarix boyu düzəldilib, nə bilim da qızıldan insanlar üzərində diş də düzəldirlər, qızıldan da nələr eləmirlər, düzdür? Nələr eləmirik qız. Bütün bu qızıldan düzəldilmiş şeylər hamısı gətirib tökərsən onun qabağına, deyəsən ki, bunlar da qızıldır. Deyəcək, yox, sən nə danışırsan, bunlar başqa şeylərdir hamısı. Yox, qızıl üzük də qızıldır, qızıl sırğa da qızıl, həmən qızıldır. Bundan bu cür şeylər, bu deyir, yox. Qızıl elə budur ki, qızılın yatağından götürdüm, bir balaca kusok, 1 qram, mən onu analiz elədim, tərkibi də budur və salam. Bundan artıq qızıl başqa sən mənə gətirib töymüsən qova bunları. Bunlar deyirlər impersonalistlər. Amma qızıldan hazırlanmış müxtəlif əşyalarla deyir ki, bu qızıldan müxtəlif əşyalar düzəldirlər, onlarla əylənirlər, onlarla neyinirlər, cürbəcür nələr eləyirlər, onlarla fəaliyyət həyata keçirirlər, cürbəcür insanlar, o cürbəcür məsələlərdə, şeylərdə istifadə edirlər. Impersonalist bundan hamısı rədd eləyən də deyirlər. Yox, qızıl elə bu qramdır, götürdüm. Yəni deyək ki, bir materiyadır da bu. Qızıl bir dənə materiyanın bir növüdür, başqa bir şey deyil. Bildinizmi? Bax, transcendentalistlərin 2 kateqoriyası buna deyirlər. Bildinizmi? Transcendentalistlərin 2 kateqoriyası buna deyirlər. Mən kobud şəkildə izah elədim ki, sizə başa düşəsiniz ki, bir kateqoriya transcendentalistlərə, impersonalistlər deyilə bilinə personalistlər. Impersonalistlər həmən o transcendental ruhi aləmdə formanın, rəngarəngliyin, ahəngin, fəaliyyətin, münasibətlərin və s. bütün bunların hamısının mövcudluğunu rədd edirlər. O deyirlər ki, o heç bir nə formaya malik deyil, heç nəyə. O adicə bir dənə, nəhəng bir dənə nədir? Nurdur, enerjidir. Bax, burada Arjuna'nın sualı da odur ki, deyir ki, baxın, sənə sədaqətlə xidmət edənlər mi daha kamildirlər? Yoxsa təzahür etməmiş şəxssiz Brahman istaş edirlər? Təzahür etməmiş şəxssiz Brahman nədir? Şəxssiz Brahman həmən odur, bax, o okean suyu, sudan ibarətdir, vəssalam. Buna deyirlər, şəxssiz Brahman, heç nə yoxdur orada. Amma personalist deyir ki, yox, orada küllü miqdarda canlı varlıqlar var və onların da rəngarəng formaları var. Bildiniz, rəngarəng formalar var suyun dibində. Həşəratlar, bitkilər, balıqlar, başqa cürbəcür, başqa balıqlardan da fərqli canlılar var orada, düzdür? Bunlar personalistlərdir ki, onlar orada fəaliyyət edir, nəsə eləyirlər orada. Amma impersonalistlər onu rədd edirlər, bildinizmi? Buna görə də hissənin vasitəsilə tamı öyrənənlərin gəldiyi nəticəyə əsasən transcendentalistlər 2 yerə bölünürlər. Hissəni öyrənməklə tamı dərk eləmək. Ona görə damcını öyrənməklə okean haqqında fikir verən, qızılın qramını öyrənməklə qızılın yatağı haqqında, ümumiyyətlə qızıl haqqında fikir verənlər mən izah elədim sizə. Bunlara deyirlər impersonalistlər və personalistlər. Impersonalistlər, bunlar sədaqətli xidmət anlayışı onlara aid deyil. Ona görə biz gəlirik onun üstünə. Ona görə ki, bu saat planetin üzərində mövcud mədəniyyət, Avropa mədəniyyəti, xüsusilə də Amerika mədəniyyəti və s. mövcud mədəniyyət nəyə ki, mədəniyyət sayılır və sivilizasiya sayılır. Bax, bu mədəniyyət həmən o impersonalizmin üzərində qurulubdur. Yəni, bu elə belə fəlsəfi doktrina deyil, elə belə quru fəlsəfə deyil ki, biz burada izah edirik. Quru-qurusunu oturub filosofluq edirik. Yox, biz söhbət eləyəcəyik bu 20 mətn boyu, sədaqətli xidmət mətni biz söhbət eləyəcəyik ki, nətəri bu insanın məişətində, insanın dünya görüşündə, insanın mədəniyyətində, insanın idarə etməsində, insanın təhsil sistemində, insanın ibadətində, dini sistemində, bu insanın xoşbəxtliyi axtarışında, bu insanın qrup yaratdıqlarında, yaradıcılığında bu özünü necə biruzə verir. Bildinizmi? Söhbət bunun başındadır. Məsələ görsün nə qədər ciddidir. Yəni, bu 2 transcendentalist dünya görüşünün baxışı bütöv bir sivilizasiyanın fundamentində ola bilir. Özülünü yarada bilir. Bütöv bir sivilizasiya bu cür baxışın üzərində qurula bilir.
Necə ki bugünkü gündə hal-hazırki bizim planetin üzərindəki mövcud sivilizasiya iddialı şəkildə impersonalizmin və o impersonalizmin müxtəlif məktəblərin üzərində qurulubdur. Baxmayaraq ki, mütləq həqiqət əzəldən personaldır, personalizm üzərindədir, hər şey şəxsiyyət fəlsəfəsinin üzərindədir və o özünü dayanmadan biruzə verir həmən elə bu impersonalizmin içində. Amma bu və ya digər səbəb var ki, həmən o səbəb ucbatından insan öz iddiasını saxlayır ki, Allah nurdan başqa bir şey deyil. Bax, o insanı həmən iddiada saxlayan elementdən biz danışacağıq. Hansı elementdir ki, səbəb olur ki, insan uzun müddət həmən bax, bu iddianın üstündə qalır. İdeyanın üstündə qalır ki, Allah nurdan başqa bir şey deyil. Yaxud da sanskrit dilində ona deyirlər Brahman, şəxssiz Brahman. Yəni Allah şəxsiyyət deyir və ola da bilməz. Mən bir dəfə bir xristian dostumla söhbət edirdim, bir təşkilatın üzvüydük. O çox belə qəti şəkildə, çox belə özdə həm o bütöv bir dənə icmanın böyüyüydü. Bütöv bir icmanın böyüyüydü. O çox qəti şəkildə iddia ilə dedi ki, Allah nurdan başqa bir şey deyil. Ona başqa şey eləmək lazım deyir. Hətta mən ona yüngül var dedim ki, İsa Peyğəmbər nur idi bəyəm. Deyir, hə də nurdur. Nur o cür təzahürləmişdi İsa Peyğəmbər kimi. Amma əzəldən Allah nurdan başqa bir şey deyil. Çox belə, elə dedi ki, yəni ki, çalışma mənim fikrimdən döndərəsən. Vaxt itirirsən. Mən də davam eləmədim ondan. Yəni, bu cür iddiada olmağın nə buna mani, nə insanı bu cür iddiada olmağa aparır və necə olur ki, bu cür iddiadan azad olanlar Tanrını impersonalist, boşluq, nur kimi yox, şəxsiyyət kimi tanımağa müvəffəq olurlar. Bax, nə olur? O prosesi biz burada izah edəcəyik bu 12-ci fəsildə. Və bu insanların həyat tərzi, dünya görüşü nə ilə nəticələnir? O birisilərin dünya görüşü, həyat tərzi nə ilə nəticələnir? Bunun biz ətrafında söhbət aparacağıq ki, elə bu sədaqətli xidmətin başqa, yəni Bhakti yoganı, başqa yogalardan fərqini necə çox parlaq şəkildə biruzə verəcək, ortalığa gətirəcək. Biz bunların fərqini izah eləməklə sədaqətli xidmətin möhtəşəmliyin görəcəyik. Bildiniz nədir? Sədaqətli xidmətin fərqini görəcəyik və üstünlüyün görəcəyik, möhtəşəmliyin görəcəyik ki, nə qədər sədaqətli xidmət bütün Bhakti yoga, bütün yoga sistemlərin hamısının fövqündə durandır. Bütün yoga sistemlərin hamısının öz daxilinə alandır. Bildinizmi? Bax, bu bizim bu mövzumuz olacaqdır. Bütün bu 20 mətin boyu. Dedik ki, impersonalistlər, onlar mütləq həqiqətin monoton bir şey olduğunu iddialıdar. Düzdür mü? Amma personalistlər və əgər onun tərkibində bu və ya digər nəsə varsa da, onlar deyirlər ki, o həmən bu nur özündən onu təzahür elətdirir. Onlar üçün illüzor enerji, həqiqət bu nəhəng monoton, şəxssiz nurdur. Onun daxilində təzahür eləyənlərsə, həmən o illüzor enerjinin fəaliyyətidir ki, o onları təzahür elətdirir, özündən həmən o böyük nur və sonra onları bir də təzahür elənməmiş formaya gedirlər. Bildiniz? Təzahür elətdirirsə, onlar hamısı bir də təzahür elənməmiş formaya gedirlər. Ona görə də ən ali həqiqət, ən ali rahatlıq, ən ali məmnunluq, ən ali məqam, həmən o əzəli, təzahür eləməmiş təbiətin bir hissəciyi olmaqdır. Ona qərq olmaqdır. Bildinizmi? Məsəl üçün, göyün ənginliklərinə baxır, impersonalist. Deyir ki, bura boşluqdur da, bomboş bir dənə səmadır. Boşluqdur. Həqiqət bax, budur, səma. Bomboş. Deyirsən, axı, sən teleskopu qoy, görəsən ki, orada planetlər uçurlar. Orada cürbəcür kometalar uçurlar, asteroidlər, meteoroidlər uçurlar və s. O deyir ki, bu boşluq özündən onları təzahür elətdirir. Sonra da onların həmsi təzədən dağılırlar, qarışırlar həmən bu boşluğa, yox olurlar.
Əzəldən ancaq boşluq mövcuddur. Əzəldən ancaq həqiqət odur. Bax, bildiniz, kobud bir nümunə gətirdim. O, həmən bu boşluq, illüzor enerjisi, illüzorluq ondadır ki, o müvəqqəti olaraq onları təzahürlətdirir. Bütün bu planetləri, bu boşluq. Sonra bu planetlər hamısı dağılırlar, atomlarına qədər parçalanırlar, qarışırlar bu boşluqda, itirlər, yox olurlar. Vəssalam. Bu da həqiqət budur. Həqiqət boşluqdur, bu şəxsiyyətsizlikdir. İllüziya isə onun təzahürlətdirdikləri ki, bir müddətdən sonra dağılıb qarşılar ona. Bu impersonalizmin doktrinasıdır. Impersonalizm bax buna deyirlər. Yəni əzəldən yenə də həmən o dərk olunmaz, qüdrətli, nəhəng, sonsuz, bitib tükənməz enerji olan həmən bax bu boşluq, bu şəxssizlik, bu əzəli həqiqət budur. Ən əzəli həqiqət, izначальный rus demişkən, bax budur. Onun tərkibində necə su, boşluq sudur, hava, səma havadır, boşluqdur. Bax, beləcə də onlar bütün bu təzahürlərin hamısını sayırlar ki, əzəli nur heç bir şey təzahür elətdirməmiş halda o əzəli həqiqət odur. İzначальный istina, əzəli həqiqət odur. Amma onun daxilində nələrsə müvəqqəti olaraq təzahür edirlər, sonra yox olurlarsa, bu demək ki, bunların hamısı nisbidir və biz həqiqəti əldə eləmək istəyiriksə, biz ancaq qarışmalıyıq, özümüzün bu həqiqətin kiçik hissəciyi olub. Doğrudan da bunların hamısı həqiqət, hələ də həqiqətdir, görürsünüz. Biz bu həmən bu böyük, nəhəng bu boşluğun, nəhəng şəxssiz Brahmanın, nəhəng nurun hissəciyi və məsələ ondadır ki, biz də fiziki bədən olaraq müvəqqəti, sonra biz meditasiyanın, yoqanın köməyi ilə bundan azad olmalıyıq. Özümüzün o balaca hissəci, işıq, həmən bu böyük nurun, böyük şəxssiz bu boşluğun, onun hissəciyi olaraq qarışmalıyıq ondan. Bununla bizim həyatımız qurtarır və səlam. Bununla hər şey bitir. Bu həqiqətin təzahürü, təzahür olunmamış yoludur. Bunlar impersonalistlərdirlər. Təsəvvürünüzə gətirirsiniz, bundan əvvəlki mühazirə dedim ki, günəş parıldayır, günəşin işığı yayılır hər yerə. Günəşin işığını mikroskopun altına qoysaq, görəcək ki, o balaca zərrələrdir. Parıldayan zərrələr. Günəşin işığını mikroskopun altında baxsaq, görəcək ki, o belə işıq deyil sadəcə, şua deyil, xət deyil. O, kiçik, balaca dalbadal, ardı-arızına düzülünmüş hissəciklərdir. Beşəsi işıq parıldayan, özündən işıq saçan balaca hissəciklərdir ki, özündən işıq saçırlar. Onların özündən işıq saçmaqlarıdır ki, o həmən o şuaları nurlu eləyirlər, şua işıq saçır. Çünki onu təşkil edən zərrələr özləri özündən işıq saçan zərrələrdirlər, bilirsiniz, günəşin. Amma elə bir ki, biz həqiqəti həmən o zərrələrdən təşkil olunmuş o işıq sayırıq ki, həqiqət budur, vəssalam. Biz də müvəqqəti olaraq burada bu və ya digər forma ala bilərik. Sonra biz o formadan azad olub, həmən o günəşin bir zərrəsi olub, onun şualarında qərq olmalıyıq. Bax, elə günəş bu deməkdir. Buna deyirlər impersonalizm. Amma personalistlər deyir, yox ki, o zərrələrin mənbəyi var. O zərrələrin konkret mənbəyi var. O da günəş planetidir. Planet. Hələ oradan da irəli gedirlər. Deyirlər ki, yox, o planetlə də məsələ bitmir. Planetin tərkibində küllü miqdarda canlı varlıqlar var, yaşayırlar. Onu idarə edən olanın lideri var, böyüyü var, prezidenti var, şahı var. O da oranı idarə edən mələkdir, adı da Vivasvandır. Bütün bunların hamısı onun bədənindən saçır, bədəni saçır. Təsəvvürə gətirirsiniz, bu personalizm fəlsəfəsidir. Bu görürsünüz nə qədər münasibətlər, rəngərənglər, sevgiyə qədər getdi, çıxdı. Eləcə də su məsələni mən sizə izah elədim. Eləcə də hava məsələsini izah elədim. Sizə dedim də impersonalistlərlə personalistlərin fərqini. Görürsünüz, impersonalizm insan həyatını, ümumiyyətlə həyatı nəsə aparıb bir monoton, eyni rənglə rəngləyir, onu aparıb bağlayır. Suyu şəklini çək bir rənglə, göy rənglə rənglənən bu sudur və salam. Havanın şəklini isə gömgöbüdən səmaçək havadır və salam. Amma suyun içindəki balıqları çəkməyəsən, bitkiləri çəkməyəsən şəklini, oradakı rəngərəng həyatı, orada səslər də var, hələ balinalar özünə məxsus səslər çıxardırlar. Səmanı çəkəndə sən orada günəşi, ayı çəkməyəsən, Yupiteri, planetləri çəkməyəsən,
orada təzahür edən göy qurşağın çəkməyəsən. Deyəsən ki, bunların hamısı nisbi, həqiqi, nisbi olan şeylərdir və səlam. Bunlar hamısı həmən bu göm-göy səmanın müvəqqəti təzahür elətdirib sonra da yox elədiyi illüziyalardır. Bu cür baxasan. Amma personalizm isə deyir ki, yox sən bu saydığın bu boşluq əslində orada olan şəxsiyyətin enerjisidir. Şəxsiyyət var orada. Suyun öz böyüyü var. Su aləminin. Bu səma aləminin öz böyüyü var. Hansı ki, özlərindən onlar bunu təzahür elətdirirlər. Onlar hamısı şəxsiyyətlər. Və o hər bir şeyin arxasında şəxsiyyətlərin durduğu iddiasında olanlara deyirlər personalizmlər və onlar öz həqiqətlərini qoyurlar ortalığa. Amma bütün bu şəxsiyyətlərin, bütün bu təzahürlərin hamısını müvəqqəti illüzor olub, o əbədi, sonsuz, bitib tükənməz boşluqdan təzahür eləyərək sonra bir də qayıdıb ona qərq olmağını iddia eləyənlər impersonalistlərdir. Və bunların fəaliyyətlərinin nəticələrini biz müzakirə eləyəcəyik burada. Bunların dünya görüşlərinin, fəlsəfi baxışlarının, iddialarının, buna uyğun qrup yaratdıqlarının təzahürlərinin, fəsadlarını biz danışacağıq ki, impersonalizmin yəni qrup yaratdığı doktrinası, fəlsəfi doktrinası, dünya görüşü, həyata baxışı, özünə və ətrafa münasibəti, Allah deyilən varlığı, mütləq həqiqətlərin varlığı necə təqdim etməsini danışacağıq, izah eləyəcəyik. Bir də personalistlərin dünya görüşünü, özünə ətrafa, Tanrıya münasibətini, Allahı mütləq həqiqəti nə cür təqdim eləmələri və bunun nəticələrini izah eləyəcəyik. Bildinizmi? Yəni bizim əsas məsələ burada nə olacaq? Hər iki dünya görüşünün, hər iki baxışın, transendentalist və impersonalist və personalist kimi hər iki baxışın insana bu dünya verdiyi töhfəni müzakirə edəcəyik. Nə verirlər? Impersonalizm nə verir? Personalizm nə verir? Impersonalizmin baxışının nəticələri, fəsadları hansılardır? Personalizmin nəticələri hansılardır? Və onu da vurğulamaq istəyirəm ki, bu fəsil sədaqətli xidmət fəsli, hansı ki, Bhagavad Gita biliyinin özəyidir, canıdır, ruhudur, ki, belə nüvəsidir. Bu, personalistlərin irəli sürdüyüdür. Personalistlərin mövqiyidir, bilək ki. Və o sayılır həqiqətin ən ali təzahürü. Bildinizmi? Buna görə biz bunun üstündə dayananda bu sədaqətli xidmət anlayışına, vaxtı yox anlayışına giriş kimi mən danışdım ki, giriş əslində bizim bu 12-ci fəslə qədər oxuduğumuzun içində bu söhbətlər hamısı bu və ya digər şəkildə təzahür eləyirdi. Biz danışırdıq, bütün müazirələrdə buna toxunurduq. Amma elə bil ki, bu fəsil bizi nə edir? Bu fəsil bizi sövq elətdirəcək ki, biz bu məsələdə də konkretləşdirək fikrimizi, bu barədə bu iki dünya görüşü barədə fikirlərimizi konkretləşdirək, daha necə deyirlər, onun üzərində dayanaq konkret olaraq, bildinizmi? Onun üzərində dayanaq konkret olaraq ki, impersonalizm nədir, personalizm nədir? İmpersonalizmin ortaya qoyduğu fəlsəfə və praktika nədir? Onun nəticələri və fəsadları hansılardır? Personalizm nədir? Onun teoriyası, praktikası nədir? Və onun nəticələri, ortalığa qoyduğu, çıxartdığı nəticələr nədir? Bildinizmi? Bunları biz ayrı-ayrılıqda baxacağıq və sonunu da gətirib bağlayacağıq. Son nəticədə ki, mütləq həqiqət Allah Ali şəxsdir, Krishnadır. Krishna özü bunları deyəcək, biz də Krishna dediklərinə izah verəcəyik. Mütləq həqiqət Allah Ali şəxsiyyətdir və nə üçün bu belədir? Və o necə özünü elə bu dünyada biruzə verir? Elə burada ola. Yəni biz burada ola, necə ki burada dedim ki, hissəciyi öyrənməklə tam barəsində fikir yürüdənlər iki kateqoriyadır. Biri impersonalistlərdir, biri personalistlərdir. Ona görə personalizmin nöqteyi nəzərindən burada hissəni öyrənmək nə deməkdir? Və o necə tam barəsində fikir irəli sürür. Personalizmin nöqteyi nəzərindən hissəciyi öyrənmək, tam barədə fikir yürütmək. Impersonalizm nöqteyi nəzərindən hissəciyi öyrənməklə tam barəsində fikir yürütmək. Hissəcik tamın
hissəciyi də, tam var, bir də onun hissəciyi. O tamın hissəciyini öyrənməklə tam haqqında fikir yürüdürsən. Buna deyirlər özünü və Allahı dərk eləmə. Bunlar iki kateqoriyadır. Dedim də, qayıdıram fikrim üstünə. Mən istəyirəm ki, bu girişi biz başa düşəsiniz. Bunlar iki kateqoriyadır. Birinlər impersonalistlər, bir personalistlər. Birinə deyirlər mütləq həqiqəti nur kimi qəbul edirlər, nurdan başqa bir şey deyil. İkincisinə deyirlər ki, yox, nur həqiqətin bədəninin nurudur. Onun şəxsiyyət formasının nurudur. O nur öz-özlüyündə nur deyil. Nur formanı, şəxsiyyəti təzahürlətdirmir. Şəxsiyyət özündən nur saçır. Bax, bu personalizmlə impersonalizmin fərqi bundadır. Bu dini baxışlarda bu cürdür, bu saat planetdə dini baxışlarda bu cür var, bu cür dinlər var. Dinlər Allahın nurdan başqa bir şey saymırlar. Allah nurdur və salam. Biri var deyəsən Allah nurludur, bir də var deyəsən Allah nurdur. Personalistlər deyir ki, personalistlər deyirlər ki, Allah nurludur. Amma impersonalistlər deyirlər ki, nur Allahdır. Düzdür, bax, belə mən fikirlər dediyim indi bunların izah eləyəcəyik, bunların fərqlərinin ətrafında danışacağıq. Bundan sonraki gələn mətnlərdə, mühazirələrdə bunların fərqləri barədə danışacağıq. Hamısını izah eləyəcəyik, xırdalayacağıq, açıqlayacağıq ki, hər kəsin fəaliyyəti, hər kəsin həyata keçirdiyi fəaliyyət və onun nəticələri özünü necə bir üzə verir bu dünyada. İmpersonalizmin bir üzə nəticələri, hansı bir nəticələr, nələr bir üzə verir, nələr ortalığa qoyur. Personalizmdəki nələr ortalığa qoyur. Və hansı necə deyirlər, daha məmnun edici, nədir? Daha məmnun edici proses gətirir, ortalığa qoyur. Daha məmnun edici. Bildinizmi? Bax, bunun üzərində duyacaq. Daha hansı transcendentalistlərin yoxsa da üzr istəyirəm, impersonalistlərin yoxsa personalistlərin təqdim edildikləri daha məmnun edici, daha xoşbəxt edici, daha mükəmməl nə qoyur ortalığa? Dünya görüşü, münasibət, sonra fəaliyyət, bildinizmi? Və s. Bunları daha hansının qoyduğu daha məmnun edicidir. Hansına biz daha bütün varlığımızla deyəcək ki, bəli, budur, mənim istədiyim budur. Bizim istədiyimiz budur. Bildiniz? Mənim istədiyim budur, bəli. Ona görə burada Şila Prabhupada, bax, mənim bir axırıncı dediyimiz Şila Prabhupada nətər ifadə edir? Baxın, deyir ki, beləliklə, Şila Prabhupada yazır. Baxın, mən son cümləmə Prabhupada belə edir. Beləliklə, iki sinif transcendentalistlər mövcuddur. İndi isə Arjuna proseslərdən hansının daha asan olduğunu və transcendentalistlərdən hansının daha kamil olduğunu bilmək istəyir. Başqa sözlə, onu Krishnanın şəxsiyyət forması cəlb etdiyinə görə o mövqeyini aydınlaşdırmaq istəyirdi. Onu şəxsiz Brahman cəlb etmirdi. O öz mövqeyini, düzgünlüyünə əmin olmaq istəyirdi. Gördünüz, bax, bunun əsas məsələ bax, bunun başındadır. Bax, burada gəldi, Arjuna bizim birimizik. Arjuna bizik də, hər birimiz xırda Arjunalarıq. Bax, Arjuna mövqeyini gördünüz, Şila Prabhupada deyir. Əslində, Arjuna Krishnadan soruşur. Krishna, impersonalistlər kimlərdir, personalistlər kimdir? İki cür transcendentalistlər. Arjuna'nın sualın canı budur. O, sənin təzahür eləməmiş impersonal formama sitayiş edənlər daha kamildirlər, yoxsa sənin şəxsiyyətvə daha kamildirlər? Mən dedim axı, boşluq. Deyirlər ki, səmaya başını qaldırır impersonalist. Boşluqdur da, səma budur. Deyirsən, axı, orada planetlər də var. Deyir, yox, onlar hamısı bu boşluqdan təzahürlər, sonra bir müddət qalırlar, sonra da təzədən dağılıb, sökülüb gedirlər, qarşılar həmən boşluğa. Ona görə boşluq əzəli mütləq həqiqət olaraq qalır. Bildiniz, buna deyirlər impersonalizm. Və təzahür etməyən formasına deyirlər həqiqət. Bax, bunu burada dedi ki, təzahür etməmiş şəxsiz Brahmana sitayiş edənlər kamil hesab edilər. Arjuna deyir.
Yoxsa sənə Krishna, bax bu qarşımda duran formada olan Krishnaya, Allah ali şəxsə xidmət edənlər daha kamildirlər. Və Şrila Prabhupada da burada deyir ki, Arjuna'nın özündən asılı olmayaraq da, baxırsınız, Arjuna'nın özünü Krishna'nın şəxsiyyət forması cəlb etdiyinə görə o mövqeyini aydınlaşdırmaq istəyirdi. Yəni istəyirdi ki, Krishna təsdiq eləsin ki, Arjuna, yox, mənim şəxsiyyət aspektim bu şəxsiz aspektimdən daha əsasdır. Mən bu şəxsiz deyilən, mən sadəcə olaraq bu şəxsiyyət aspektimin bədənin nurudur, parıltısıdır. Necə ki, Krishna burada bir yer oldu, keçdiyi adı dəqiq qayıdıb axtarmaq istəmirəm. Orada deyir ki, bütün maddiyyat mənim bədənimin transendental nurun bir dənə şüasıdır. Bütün maddi dünya bir şüasıdır. Ona görə də bu iki məktəb möhtəşəm şəkildə mövcuddur bu saatda və Prabhupada deyir ki, bu sonuncu bu Kali Yuga dövründə təzahür ediblər əslində. Əvvəlki qızıl dövrün, gümüş dövrün, bürüc dövrün adamların bu cür problemi yox idi. Dəmir dövrün insanları bu cür problemləri yarada gedirlər. Çünki dəmir dövrün insanları əvvəlkilərlə müqayisədə çox düşkündür. Aciz və cılız. Düşkün, aciz və cılız insanlarıq biz, əslində biz. Dəmir dövrün insanları. Əvvəlkilərlə müqayisədə. Ona görə də bu məktəbin olmağı insanların əksəriyyətini illüziya aparır. İnsanların əksəriyyətini indiki dövrdə bu saat. Bu saat mən sizə deyirəm ki, biz bunu izah eləyəcəyik. Növbəti mühazirədə izah eləyəcəyik. Bu saat ki, planetin üzərindəki dünya görüşü impersonalist dünya görüşüdür. Bildiyiniz Allahı nur hesab edirlər. Mütləq həqiqəti nur hesab edirlər. Enerjiden başqa bir şey deyil. Materialist elm xüsusilə bu məsələdə deyir o yaradıbdır. Xariqələr yaradıb. Türklər demişkən xariqələr eləyibdir. Bu istiqamətdə materialist dünya görüşü, elmi texniki tərəqqi deyilən məsələlər, bunların hamısı bu əsasda, bu fundamentdə, bu fəlsəfi doktrinaya əsaslanaraq belə xariqələr yarada gedirlər. Çünki mütləq həqiqəti şəxsiyyət kimi tanıyanlar bu planetin üstündə qurulan şərait hansı ki qurulub, bunu qurmaz heç vaxt. Bunu quranlar hamısı impersonalizmin nə idi? Fəsadlarıdır. Bildiniz? Yəni Allahı şəxsiyyət kimi tanıyana bu cür texnologiya dünən yox sırağa gündən lazımdır. Bu cür texnologiya, texnika var ortaqda. Zavodlar, fabriklər, avtomobillər, kosmik aparatlar və s. Bütün bu texnologiya, yeraltı nəqliyyat, yerüstü nəqliyyat. Bunların hamısı Allahı şəxsiyyət kimi tanıyanlar bu işlərlə heç vaxt məşğul olmurlar. Onları bu şeylər cəlb eləmir. Bunlar həmisi, həmin o impersonalist baxışın fəsadlarıdır, bildinizmi? Görün, məsələ nə qədər ciddidir. İndi ona görə də biz bunların üstündə ayrı-ayrılıqda dayanacağıq. Impersonalizm, personalizm. Bu qədər mən burada dayanıram. Bu fəslə giriş kimi mən danışdım. Ki bu fəsil nədən bəhs eləyəcək? Bu fəsil sədaqətli xidmətdən bəhs eləyəcək. Sədaqətli xidmət isə mütləq həqiqəti personalizm kimi qəbul edənlərin nə idi? Ən ali təqdimatıdır. Həm fəlsəfi, həm praktiki, həm nəzəri, həm təcrübi təqdimatıdır. Sədaqətli xidmət onların ən yüksək səviyyəsidir. Personalizmin ən yüksək səviyyəsidir. Ona görə biz impersonalizmin nə olduğunu başa düşməliyik ki, personalizmin haqqında təsəvvürlərimiz düzgün olsun. Necə ki, deyirik, ikili ona görə mövcuddur ki, qaranlığı görməsən işığın nə olduğunu bilmirsən. Ya da deyir o, şəri görməsən xeyrin nə olduğunu bilmirsən. Materiyanı başa düşməyə çalışsan ki, ruhun nə olduğunu anlayasan. Eləcə də personalizmi başa düşməliyik ki, personalizmin nə olduğunu anlaya bilək. Belə, mən burada dayanıram. Kiminsə bu barədə sualı olarsa, bu fəlsəfi bir söhbət oldu. Çünki bu girişdir və 12-ci fəsildə Bhagavad Gita'nın nə idi? Bhagavad Gita'nın yadrosudur, nüvəsidir. Ən bizlərə çatdırmaq istədiyi ən məxfi məqamdır. 12-ci fəsil. Ona görə biz ona belə bir fəlsəfi bir giriş verməyə çalışdım mən sizə. Bu qədər. Çox sağ olun diqqətinizə görə. Kimin sualı olsa buyursun. Hare Krishna.